Esselamu Aleyküm. Əbu Hüreyra radiyallahu anhu rəvayət edir ki, bir nəfər bədəvi Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına gəlib belə dedi. Ey Allahın elçisi, mənə elə bir əməl öyrət ki, onu edəcəyim halda cənnətə daxil olum. Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurdu. Tək Allaha ibadət et və ona heç bir şeyi ortaq qoşma. Fərz buyurulmuş namazları qıl, fərz buyurulmuş zəkatı ver və Ramazan ayını oruç tut. Bədəvi and içərək belə deyir. Nəfsim əlində olan Allaha and olsun ki, bunların üzərinə heç bir şey nə artıran, nə də azaldan deyiləm. O getdikdən sonra Peyğəmbər sallallahu aleyhi və səlləm belə deyir. Kim cənnət əhlindən bir kimsəni görmək istəyirsə, bu kişiyə baxsın. Və bu hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm necə ki, bu kişiyə cənnətə aparan yolları öyrədir və əmr edir. Eləcə də bilmək lazımdır ki, hər bir müsəlman burada olan əməlləri yerinə yetirməlidir. Burada Peyğəmbər sallallahu aleyhi və səlləmin buyurduğu, əmr etdiyi əməlləri yerinə yetirməlidir. Ən başlıca buyurduğu nədir? Tək Allaha ibadət et. Deməli, Allaha ibadət etmək lazımdır. Yəni, Allaha ibadət etmək fərzdir, vacibdir. Və bu ibadətlərdə də Allahı təkləşdirmək lazımdır və ona ortaq qoşmaq olmaz və ortaq qoşmaqdan çəkinmək lazımdır. Bu ibadətlərin başında da ən birinci, ən əzəmətli saydığı əməl namaz qılmaq. Fərz namazlarını yerinə yetirmək buyurur. Və bilmək lazımdır ki, namaz qılmaq istisnasız hər bir müsəlmanın üzərinə fərzdir və namazdan yayınmaq üçün heç bir səbəb yoxdur. Və bundan sonra Peyğəmbər sallallahu aleyhi və səlləm zəkat, yəni fərz edilmiş zəkatı buyurur. Bunun da öz əhli var. Kimin malı zəkata düşürsə, o da bilməlidir ki, onun üzərinə zəkat verməyi fərzdir, vacibdir. Və bundan sonra da Peyğəmbər sallallahu aleyhi və səlləm Ramazan ayını oruç tutmağı buyurur. Kimin ki, xəstəliyi onun oruç tutmağına maniyə deyil və səfərdə deyil, bilməlidir ki, o insan Ramazan ayının orucunu tutmalıdır. Və Peyğəmbər sallallahu aleyhi və səlləm beləcə cənnətə aparan əməlləri bizə öyrədir.